Qadın emosiyadır, kişi isə siyasət və tarix boyu ən böyük səhv edən kişilər qadının göz yaşına inananlar olub. Çünki qadın dünyanı məntiqlə yox, hisslərlə idarə edir. Freud deyirdi, insan qərarlarını ağlıyla yox, şüuraltı ehtiyacları ilə verir. Qadının şüuraltısı isə təhlükəsizlik, diqqət və emosional dominantlıq axtarır. Yəni qadın sənin nə dediyini yox, ona nə hiss etdirdiyini xatırlayır. Machiavelli isə başqa bir şey anlayırdı. İnsanlar həqiqəti yox, özlərinə yaxşı hiss etdirən yalanı sevirlər və münasibətlərdə də bu dəyişmir. Bir kişi qadına həddindən artıq emosional bağlandığı anda güc balansı dəyişir. Çünki emosional olan tərəf idarə olunan tərəfə çevrilir. Bunu çox kişi gec anlayır. Onlar düşünür ki, sevgimi göstərsəm daha çox sevər. Yox, insan psixologiyası belə işləmir. Qadın öz emosiyalarına hakim ola bilməyən kişiyə hörmət etmir. Çünki qadın instinktiv olaraq özündən daha güclü sinir sistemi axtarır. Bir kişi qadının hər mesajına dərhal cavab verirsə, hər küsəndə panikaya düşürsə, hər dəfə izah verməyə çalışırsa, o artıq sevgili deyil. O, təsdiq dilənən birinə çevrilir. Düşünən adam deyir ki, insan ən çox çatışmayan şeyə bağlanır. Ona görə də bəzən sükut 1000 cümlədən daha güclü olur. Bir qadın sənin emosional olaraq ona möhtac olduğunu hiss etdiyi anda şüur altında dəyərin düşməyə başlayır. Çünki insan psixologiyası qəribədir. Əldə etdiyi şeyi romantikləşdirmir. Qaçanı isə idealizə edir. Machiavelli bunu siyasətdə görmüşdü. Çox mərhəmətli hökmdar tez zəifləyir. Çox əlçatan insan tez adiləşir. Çox emosional kişi isə tez idarə olunur. Bəzi kişilər qadının göz yaşını görəndə bütün prinsiplərini unudur. Amma anlamırlar ki, emosiya ən qədim manipulyasiya alətidir. Qadın bunu həmişə şüurlu etmir. Bu biologiyadır, instinktdir, təkamüldür. Çünki tarix boyu qadının fiziki gücü az idi. Ona görə də emosional təsir onun silahına çevrildi. Kişinin problemi isə budur. Qadının emosiyasını görəndə öz ağlını itirir və hisslərini idarə edə bilməyən insan heç vaxt vəziyyəti idarə edə bilməz. Ən təhlükəli kişi kimdir bilirsənmi? Sakit olan, emosiyasını gizlədən, reaksiya verməyən. Çünki insanları idarə edənlər ən çox özünü idarə edənlərdirlər. Bir qadına təsir etmək istəyirsənsə, hər zaman biraz müəmmalı qal. Hər şeyi danışma, hər şeyi göstərmə, hər hissini açma. Çünki sir emosional asıllıq yaradır. İnsan beyni tamamlanmamış şeylərə obsessiv bağlanır. Freud buna zehni boşluğu doldurma instinkti deyirdi. Və unutma, qadın sənin sözlərinə yox, öz yanında necə hiss etdiyinə aşiq olur. Əgər sən zəif enerji yayırsansa, ən gözəl cümlələr də sənə kömək etməyəcək. Amma sakit, soyuq və kontrollu görünürsənsə, sükutun belə təsir edəcək. Machiavelli deyirdi ki, insanlar gözləri ilə hökm verir. Yəni insanlar sənin içində nə hiss etdiyini yox, çöldə necə göründüyünü satın alırlar. Ona görə də heç vaxt emosiyalarının köləsi olma. Duyğularını istifadə et, amma əsiri olma. Çünki sevgidə də, həyatda da ən güclü insan özünü itirməyəndir. Qadın emosiyadır, kişi isə